Salam uşaqlar. Bugün mən sizi Dövlət İmtahan Mərkəzinin 13.04.2025-ci ildə 9-cu sinifə keçirdiyi imtahan işi ilə sizi tanış edəcəyəm və izahatını verəcəyəm. Birinci çalışmaya gəlin baxaq. Deməli, birinci çalışma 57 nömrəli çalışmadır. Burada nedir? Adicə hesablamadır. 56 vurulsun -15 məxrəcdə də olacaq 14 vurulsun 20 açıram mötərizə 20 o da çıxılsın 5 vurulsun 10. Belə bir ifadədir uşaqlar, bərabərdir. Burada fikir verin. Deməli 14 ilə 56 gedir ixtisar. Burada qalır 4. Bərabərdir. Deməli 4 vurulsun. Bu mənfini də qarşıya atıram. Kəsrin qarşısına. Görüm aşağıda nə alınacaq. Aşağıda da mənfi alınır. Ümumi şəkildə deyirəm də vurulsun 15. Aydındır? İndi mən onu görürəm, elə vaxt olur bəzi uşaqlar onu görmür axı. Onu mən bir dəfəlik müsbət yazacaqdım. Amma yazmıram. Sonra bu nə verir mənə? 50'dir. 50'dən də 20 çıxanda -30. Burada mənfilər gedir. 15 ilə 30 da ixtisar gedir. 2. Bu da 2. Yekunda cavab qalır 2. Aydındır? Və yaxud da bir dəfəlik yapara bilərsiniz də 4-dən 2'ni götürərdiniz 30. Dar gedərdi. Fikri buzdu. Əlbəttə ki, bir dənə 2 qalardı. Cavab burada 2'dir. Və D variantıdır. Keçirəm 58 nömrəli çalışmaya. 58 nömrəli çalışmada nedir? Çoxluqlar verilir uşaqlar. A bərabərdir. Çoxluğa baxaq. Elementləri 1, 2, 4, 5, bir də 6'dır. B çoxluğunda. B çoxluğu deməli 0, 1, 2, 3, bir də 5'dir. Və C çoxluğu da verilir. O da bərabərdir. 0, 1, 3, 6. Bu üç çoxluq verilir. Deyir ki A kəsişir B ilə. Bu kəsişmənin C ilə olan fərqini tapın. Aydındır? İndi baxaq, birinci kəsişməyə baxaq görək. A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi. Yəni ortağı nədir? A ilə B. Bax, burada 1 var. Burada da var 1. Düzdürmü? 1. Sonra 2 var. Bax, altlarından belə qeydiyyat aparam. Bax, 2 var burada. Burada da var. Bax, yazdım 2. Sonra 4. Burada var, yoxdur. 5 var. Bax, burada var 5. 6 da görürük ki, yoxdur. Aydınmı? Ya buradakiləri yoxlamaq olar orada, ya buradakiləri, A çoxluğundakiləri, ya B çoxluğundakiləri. Bir-birinə yoxlamaq lazım. Ortaq əl budur. Şimdi gəlin fərqə baxaq görək. Deməli, A ilə B-nin kəsişməsi ilə C-nin fərqini. Deməli, A-ya daxil olmalıdır. C-yə yox. 1, bax, hər ikisində var. 2, yoxdur burada. Deməli, A ilə B-nin kəsişməsinə aid olan elementlərdən biri 2'dir. 5 də yoxdur orada. Bu da oldu 5. Deməli, cavab oldu nə? 2 ilə 5 elementdir. Haradadır o? D variantında. Deməli, bu çalışmanın həlli D oldu. 59 nömrəli çalışmaya baxaq. 59'da nedir? 59'da şəkil verib uşaqlar. Deyək, qoy mən o şəkili də çəkim. Baxaq. Deməli, belə bir şəkildir. Bu C-dir, bu da D-dir. Sonra şərtini oxuyaq. O-dur, A, B-dir. Deyir ki, A, O, B açıq bucağı, bu bucaq açıq bucaqdır. Aydın məsələdir. Bir də qeyd edeyim onu. Bu bucağıdır. Açıq bucaq budur. Əlbəttə ki, 180 dərəcədir. CO perpendikulyardır A-B-yə. Bax, bu bucaq 90 dərəcədir. Əgər bu 90'dırsa uşaqlar, bax, bu bucaq da 90'dır. Aydınmı? Sonra nə verir? Bucaq DOC 25'dir. DOC, bax, bu 25 dərəcədir. Aydınmı? 25 dərəcədir. Tələb olunur AOD.
Çok sadə bir misal, çok sadə bir misal. Baba bu x-dir, elə mi? Əgər bu 90-dırsa, yəni perpendikulyarsa, onda bu bucaq da 90-dır uşaqlar. Aydınmı? Bu bucaq da, baba bütün bu bucaq 90 dərəcədir. Elə isə onda x nəyə bərabər olacaq? 90-dan çıxacağım nəyi? 90-dan çıxacağım 25. 25 idi o. O da bərabərdir. Neçə eləyir? 65 dərəcə. Düz yazdım mı? 65 derece. Bəli, var orada cevap A variantı. Cevap oldu A variantı. Sonra keçək 50-60 nömrəli çalışmaya. 60 nömrəli çalışmaya. 60'da nedir? Deməli, kəsri verilib ixtisar etmək lazımdır. Baxaq, yəqin ki, burada vuruqlara ayırmaq lazımdır birinci növbədə. Bəli, elə çalışmadır. 5n çıxılsın mn, o da üstə gəl 5m. O da bölünsün 25 çıxılsın m'in kvadratı. Bərabərdir. Bərabərdir. Burada vuruqlara ayıralım. Surətə baxa görək. Necə ayırarıq? Gəl belə eləyək. Bunları deməli mən bunu ilə mn-lə mn-lə bunu götürəcəyəm. Aydınmı? Sonra 5n-lə də bunu götürəcəyəm. Ya götürək baxaq görək onları necə yazarıq. Deməli bunları götürəndə m çıxır mötərizə xaricinə. Burada m qalır, düzdürmü? Çıxılsın, burada da m çıxır, baxın n qalır. Bu belə. Sonra baxaq bura. 5n mənfidir, 5m müsbətdir. Burada da birinci m'dir, düzdürmü? Ona görə üstə gəl 5'i çıxardacağım, müsbət 5'i. M çıxılsın, m qalsın orada. M çıxılsın, m qalsın orada. Məxrəcdə də müxtəsər vurma düsturudur. Hələ yazmıram, növbəti mərhələdə yazacağım. Çünki bunu vuruqlara ayırmaq lazımdır axı bir də. Deməli, burada m çıxılsın, n çıxır mötərizə xaricinə. Qalır nə? M üstə gəl 5. M üstə gəl 5. Məxrəc də verir mənə 5 çıxılsın M. Bir də 5 üstə gəl M. Buradan baxaq. İxtisarlar gedir. 5 üstə gəl M'dir. M üstə gəl 5'lər. Bərabərdir. Nə qalır burada? Məxrəcdə qalır 5 çıxılsın M. Surətdə də qalır M çıxılsın M. Və belə bir cavab aldım burada. M çıxılsın M, 5 çıxılsın M. Cavab oldu orada C variantı var. 61 nömrəli çalışma. Şəkili çəkin. Baxaq bu şəkili çəkək əvvəl. Deməli burada O mərkəzidir. Belə bir şəkil verilib uşaqlar orada. Belə bir şəkildir. Deməli A, B, C. Heç məsələyə baxmamış bir şey deyim sizə ki, bu bucaq, bir də bu bucaq. Cəmi bir də bunu verir mənə. Aydınmı? İndi baxaq adına görə nə deyir orada? Baxaq onlara. Deməli deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə A, B, O, bucaq A, B, O verilib bizə neçə dərəcədir? Qırmızı ilə qeyd edəcəyim bunu. 22 dərəcə. Bax, bu 22 dərəcədir. Aydınmı? Bax, 22 dərəcə. Sonra nə verib bizə? A, C, O. O da 28 dərəcə. Bax, bu da 28 dərəcədir. Bu 28'dir, bu da 22'dir. Olarsa bucaq BAC'ni tap. BAC'ni tap. Deməli BAC'ni tapacaq. Bax, bu bucağı tapacaq. Aydınmı? X budur. Əgər bu X-dirsə, bu olacaq neçə? 2. Bucağa baxın, AC'nidir. Bu O'dur. BAC'ni tapacaq. Deməli bu 2x olacaq. Aydınmı? Çünki bu göğüsdə nasıldır? Bu göğüsün yarısıyla. Bu göğüs 2x olsun gərək ki, bu x olsun da düzdürmü? İndi baxaq. X üstə gəl 22, üstə gəl 28 bərabərdir 2x-ə. Bunu elə əvvəlcədən dedim. X-i keçirdirəm o tərəfə. X bərabərdir neçə eləyir? Bunları toplayanda 50. Düzdürmü? Cavab oldu 50 derece B variantı. Cevap B variantı. 62. Baxaq bundan sonra gələn 62 nömrəli çalışmaya.
62 nömrəli çalışma. 62 nömrəli çalışma. Təhlüklər sistemindən x-i tap. 2x üstəgəl y bərabərdir 0. Bir də x çıxılsın y bərabərdir 6. Təhlüklər sistemindən x-i tap. X bərabərdir nəyə? Sualı. X-i tapmaq üçün toplayıb böləcək. Bəli, toplayanda y-lər 0 verir. Bu eləyir 3x. O da bərabərdir 6-ya. X də nəyə bərabərdir? 2-yə. Çox sadə çalışmalardır. Çox uşaqlar. Bunları hökmən hər bir uşaq yazmalıdır. D variantıdır. 63. 63 nömrəli çalışma. Kubun tilini 2 dəfə azaltdıqda həcm neçə dəfə azalar? Əgər 2 dəfə azalıbsa uşaqlar, həcm 8 dəfə azalar. Bax 8 dəfə azalar. Azalar. Yəni 2-nin kubu qədər azalar. Aydınmı? Əgər 2 dəfə artırsaydılar, 2-nin kubu qədər artacaqdı. Sahədə isə uşaqlar 4 dəfə artım azalma olur. Aydınmı? Radiusu fərəcəyi çevrənin radiusunu 2 dəfə artırsa, onun sahəsi dairə radiusunu 2 dəfə artırsaq əgər, onun sahəsi 4 dəfə artacaq. 2-nin kvadratı qədər. Uzunluqda isə dəyişmir. Elə nə qədər artırsa o da o qədər artır. Deməli, çevrənin uzunluğu, məsələn, radius 5 dəfə artıbsa, çevrənin uzunluğu da 5 dəfə artacaq. Aydınmı? Bunu demək istəyirəm sizə. 63 də konkret cavab yazdım. 64 nömrəli çalışmaya baxaq. Deməli 3 vurulsun, x çıxılsın 2 bərabər nəyə? 6-ya. Hər tərəfinə bunu 3-ə bölmək lazımdır. Daha vurub açmayanda x çıxılsın 2 bərabərdir. 6-nı 3-ə böləndə 2 eləyir. Buradan da x bərabərdir. 2-ni də keçidirəm o tərəfə 4 eləyir. Cavab elədi neçə? 4. C variantı. Sonra 65'e baxaq. 65 nömrəli çalışma. Tərəfi 12 cm olan kvadratın perimetrini tapın. Şöyle kvadratın perimetri 4A'dır da, düzdürmü? Əgər tərəf, bunu tərəfi A'dırsa, perimetr budur. Onda 4'ü nəyə vuracaq? Tərəfi neçədir onun? Tərəfi 12. Elədirmi? 12'ye. O da bərabər neçə eləyir? 48. Aydınmı? Perimetri oldu neçə? 48. B variantıdır orada. 66 nömrəli çalışmaya baxaq. 66 nömrəli çalışmada nədir? Düzbucağının uzunluğunu 40%, enini 20% azaltdıqda sahə neçə faiz azalır? Bax, tutaq ki, uşaqlar, bizə verilib düzbucaqlı. Eləmi? Bax, belə bir düzbucaqlı. İndi bunun tərəfi A olsun, eni, bu da B olsun. A'nı uşaqlar, deməli bunun sahəsi A vurulsun B'dir də. Sahədən gedir söhbət. Sahədən, bəli. A vurulsun B'dən gedir söhbət. Şimdi düzbucağının uzunluğunu, gəl götürək bir uzunluq bunu. 40%, enini 20%, hər ikisini azaldıblar. Bax, B'ni əgər 20% azaldıblarsa, bax bunu. Bu nə qədər olub? Bax, yeni alınan düzbucağlını, bax, çəkirəm burada. Yeni alınan düzbucağlını. Bunun olacaq uzunluğu neçə faiz azalıb? 40% azalıbsa olacaq 0,6 B. Yəni 0,4 dəfə azaldıblarsa da, aydınmı? Dəfə yox, 0,4 vahid. Aydınmı? Deməli 40% azalma 60% qalırdı. 60% de 0,6 B'dir də. Sonra enini 20% azaltdıqda, enini de 20% azaldanda 80% qalır. Olur 0,8 A. Düzdürmü? Yine bak bunun A vurulsun. Bunun sahəsini hesablayıb görək. Bak 0 tam, buradan yazıram. 0,8 A vurulsun 0,6 B. Bu bərabərdir. Bunları vuranda eləcək 0,48 AB. Düzdürmü? Bu neçə faiz deməkdir? Bu neçə faiz deməkdir? İstəyirsiniz fərqi də tapayıq. AB'dən çıxaq 0,48 AB-dən. Aydınmı? 0,52 elir. Yaxud da ki bunu elə faizini tapaq da. Bunun faizi 48% də gör. 48%. Onda 100%'dən, bu 100% idi axı verilən idi. 100%'dən 48'i çıxaq da. 100%'dən çıxaq 48'i. 48%. O da bərabər də 52%. Deməli orada neçə faiz azalacaq?
52% azalacaq. Sonra bu oldu deməli hansı çalışmadır? Y variantı. Cavab Y variantı oldu. 67 nömrəli çalışmaya baxaq. 67 nömrəli çalışma. Ne deyir? İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tap. Bax, bir nə sadədir, nə mürəkkəb. 2, 3 sadədir bunlar. 4 yox. 5 sadədir. 6 yox. 7 sadədir. 8 yox. 9 yox. Orada ilk 10 natural ədəddəndir. Bəli, natural ədəddəndir. 1-dən 10-a, ona görə baxdım. 10 da daxil olmalı. Deməli 4 dənə natural ədəddirsə, sadə ədəddirsə, ümumi də 10 dənə natural ədədin içərisindən seçilir də bunlar. Olacaq say 4. Burada da ixtisar gedir 2, bu da 5. O da bərabərdir 5-də 2. Ya da 0-dan 14, kəsirlə verir uşaqlar. A variantında 5-də 2. Aydınmı? Onlu kəsirlə versəydi 0-dan 14-ü yazacaqdı yolda. 68 nömrəli çalışma. Deməli, x böl 5. O da bərabərdir 21 böl 15. Tənasüb əldə edəcəyiz. Baxaq, burada elə bunları ixtisar apara bilərsiniz də uşaqlarda. 5 ilə bu gedir, 3 qalır. 3 ilə də 21 gedir, 7 qalır. X nəyə bərabərdir? 7-yə. Vacib deyil ki, bunları tənasüb üçün vurasan 15x bərabərdir 5 vurur 21. Bəzən uşaqlar 5-i 21-ə dərhalda vurur. İxtisarları gözləmir. Aydın oldu və yaxud da ki, belə də yaza bilərdiniz onu. Baba, x bərabərdir. Qoy deyim sizə istifadə eləyərsiniz. Ola bilər ixtisar getmir də. 15-i x-ə vuranda vurmalıydı. Düzdür. Deməli, x-in əmsalı 15 isə məxrəcə düşür. 5-i də 21-ə vurmalısınız. 5 vur 21. Sonra ixtisar aparın. Konkret vurub hesablamayın əvvəlcədən. 5-i 21-ə vurum neçəlir. Bu qayda ilə yaza bilərsiniz. Bu 68 nömrəli çalışma orada Y variantıdır. Cavab Y variantı. Keçək 69 nömrəli çalışmaya. 69 nömrəli çalışmaya. Burada nedir? S vurulsun x üstə gəl y, çıxılsın D vurulsun x üstə gəl y. O da bərabərdir. Bərabərdir. Çox əllisini vuruqlara ayrımdır. Ayrıq da hazır ayrılıb da. X üstə gəl y, açıram mötərizə, S çıxılsın D. Hansıdır? C variantı. Cavab C variantıdır. Bu qayda ilə bu çıxır da mötərizə xaricində bu qalır. Sonra 70 nömrəli çalışmada. Əkob, əbob. Yazaq. Əkob, əkob. Ne verir bizə? 18 ilə 36. Bir də əbob, əbob. 10 ilə 11. Deyir ki, bunu hesablayın. Bunu bərabərdir qarşısında yazıram. Vuruqları ayırmadan hesablayacağım. Burada 18 ilə 36 üçün 36 18-in bölünənidir də. Ona görə də burada əkob olacaq 36. Arada vurmadı mı? Cəmdir arada. Üstə gəldi, düzdürmü? Üstə gəl. Bu da sadə ədədlərdir. Qarşılığı tərs ədədlərdir. 10 ilə 11. Bunların da əbobu 1 eləyəcək. Ona görə də cavab olacaq 37. Cavab burada neçədir? 37. Y variantıdır. Y variantıdır. Bu da 71 nömrəli çalışmaya baxaq. Hansı nöqtə y bərabərdir mənfi 2x üstə gəl 6 funksiyasının qrafiki üzərindədir. Baxaq, burada nöqtələri verib uşaqlar. Bax, bir nöqtələrdən biri A variantında hansıdır? Yazaq, onları da 6, 0. Bax, bunu yoxlayaq. X-in yerinə 6 yazacağım, düzdür? Mənfi 12 elir. Üstünə 6 gələndə mənfi 6 elir. Bu ola bilməz. Bax, bu kres qoyuram altında. B-yə baxaq. B, mənfi 5. Mənfi 5. Bir də 16. Gəl bunu yoxlayayım. Mənfi 5 yazıram yerinə. Mənfi 5-i mənfi 2-yə vuranda 10 elir. Onun üstünə 6 gələndə 16 elir. Deməli, cavab bu olacaq. B variantı. Aydın oldu, cavab budur. Bu qayda ilə ardını daha yoxlamıram. Yoxlama qaydasını da buradan elə görsəndə də ikisini də yoxladım. 72 nömrəli çalışmada.
Deməli, burada AB bərabərdir BA, AB bərabər üstəgəl BA 2 rəqəmli ədədlərdir uşaqlar. O da bərabərdir 88 A çıxılsın B. Deyir, şərtini ödən 2 rəqəmli AB ədədini tap. Baxaq. AB 2 rəqəmli ədədi belə yazılır da 10A üstəgəl B. Bax, bunu belə yazdım. Üstəgəl. İndi bunu da necə yazacağıq? 10B üstəgəl A. O da bərabərdir 88 A çıxılsın B. Baxaq, bunu neçə vurub açmadım? Burada 11'lər alınırdı. 11 ilə 88 görürəm gedəcək. Deməli 10A, bu da A. 11A. Eləmi? Üstəgəl B, bu da 11. 11B. O da bərabərdir 88 A çıxılsın B. Hər tərəfinə 11'i bölək bunu. 11, bunu böləndə A qalır. Bunu böləndə B qalır. Bunu böləndə 8 qalır. Amma 8'i vurub açaydı. Yazım. Sonra baxaq. Yaxşı. Bax, A üstəgəl B. İstəyirəm tam açıqlığı ilə olsun. Ona görə uşaqlar belə yazıram. Deməli 8A, o da çıxılsın 8B. Bu nə verəcək? 8B'ni keçirdək bu tərəfə. Olacaq 9B. A'nı da sağa çıxılacaq onda. 7A. Deməli B burada olacaq 7, A olacaq 9. Bizdən də hansı ədədi soruşur orada? Baxım, AB ədədini. AB ədədini istəyir. Bu nəyə bərabər? A neçədir? 9. B neçədir? 7. Cavab oldu neçə? 97. Açıq sualdır şöyle. Açıq sualdır. 97. Bax, bu 72 nömrəli çalışmadır. 73 nömrəli çalışmaya da baxaq. 73 nömrəli çalışmaya. Baxa görə 73 nömrəli çalışmadır. Nə deyir? 73. Deməli, bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. 2 dənə üçbucaq çəkəcəyəm. 2 dənə üçbucaq çəkəcəyəm. Biri belə bir üçbucaq çəkirəm. Birini də fərqli çəkirəm. Burada belə bir 2 dənə üçbucaq çəkdim. Deyir ki, bərabər tərəfli LMN bərabər tərəflidir. Bunun tərəfləri bir-birinə bərabərdir. Bu da bərabər tərəflidir. Üçbucağın sahəsi bərabər tərəfli ABC üçbucağın sahəsindən 16 dəfə böyükdür. Bu da A, B, C'dir. Bu əgər S-dirsə bunun sahəsi 16 S-dir uşaqlar. Aydınmı? Bunu deyir sizə. P üçbucaq A, B, C. O da verilib bizə 9 olarsa LMN üçbucağının tərəfini tapın. Deməli bu üçbucağın elə bil X-i tapacaq. X bunda budur. Aydın oldu, tərəfini istəyir. X bərabərdir nəyə? Suala. İndi baxaq bunu necə tapaq. Bax uşaqlar, bu perimetrlərin nisbəti ilə də yaza bilərəm. Perimetrlərin nisbəti ilə də yaza bilərəm. Amma gəl belə yazaq. Əgər üçbucaq ABC-nin deməli tərəfi 9'dursa, tərəfi 3 olacaq da, düzdürmü uşaqlar? Biz də bax belə bir deməli, indi gəl bu nisbətə baxaq görək necə yazarıq bunları. Bunlar bərabər tərəflidir. Bərabər tərəflidirsə, onda deməli bu üçbucağın sahəsinə olan nisbəti bərabərdir uyğun tərəflərin kvadratların nisbətinə bərabərdir. Aydın oldu. Bax yazıram, belə yazıram. 16s'in nəyə nisbəti? S-ə nisbəti. O da bərabərdir. Nəyə? X-in birinci bölgü yazmışam axı. X-in 3'ə nisbəti. Aydınmı? Bunlar oxşardır. Bərabər tərəfdə üçbucaqlar oxşar olur. Buradan da S-lər gedir. Özü bunun kvadratları ya uşaqlar, üzr istəyirəm, kvadratları. Aydınmı? İndi x böl 3 nəyə bərabərdir? 16'dan kök alanda 4 edir. Buradan da x bərabər neçə edir? 12. Cavab burada olacaq neçə? 12. 73 nömrəli çalışmada bax cavab budur uşaqlar. Və yaxud da elə belə o qədər sadədir ki, bunun sahəsini tapa bilərik. Aydınmı?
Heron düsturu ilə tapırsan, nə bilim, tərəf verilib hündürlüyü tapıb yazırsan, necə yazırsınızsa yaza da bilərik elə, amma ümumi mənə elə gəlir ki, bu sual bu yazdığım nisbətə görə verilir. Amma perimetrlərin nisbəti olsaydı uşaqlar, onda da tərəflərin nisbətinə bərabər olacaqdı, kvadrat olmayacaqdı. Yazıram 74 nömrəli çalışma. Burada ne deyir? X bərabərdir 5 çıxılsın 2 kökdə 6. Və Y də bərabərdir 5 üstə gəl 2 kökdə 6. Bu ədədlər biri digərinin qoşmasıdır uşaqlar. X ilə Y. Olduqda X, Y bölünsün X üstə gəl Y-i hesablayın. Hesablayaq. Baxaq 5 çıxılsın 2 kökdə 6 vurulsun 5 üstə gəl 2 kökdə 6. Siz imtihanda bunu heç vurmağa ehtiyac yox idi. 25-dən 24 çıxırsa 1 eləyir də. Bunun kvadratı çıx, bunun kvadratıdır. Aydın mı? Bəli, orada yaza bilərsiniz. X-in yerinə də yazanda bir də kökdə 6'lar gedir, qalır 10. O dəqiqə dərhal onu yazmaq olur. 2 kökdə 6. Mən yenə deyirəm, bütün uşaqlar üçün yazıram. Hər uşaq eyni formada götürə bilmir, ona görə yazıram riyaziyyatı. O da bərabər. Dediyim formada bu nə verir mənə? 5'in kvadratı çıxılsın bunun kvadratı. Bunun kvadratı 24'dür, 5'in kvadratı 25. Surətdə 1 qalır. Məxrəcdə də uşaqlar, bunlar gedir. 5 ilə 5'i toplayırsan, neçə qalır? 10 qalır. 10'da 1. Daha indi nə bilim 10'luq kəsirlə yazırsınız. Hansı ilə yazırsınız yazın. 10'da 1. Cavab oldu neçə? 0,10'da 1. 74 nömrəli çalışma. Baxaq indi 75'ə. 75. 75 nömrəli çalışmada burada nə deyir? Baxaq. X, Y, Z natural ədədləri üçün, deməli bu ədədlər üçün. X vurulsun Y natural ədədlərdir. O da bərabərdir 6. Bir də Y ilə Z bərabər neçə eləyir? 18. Burada müxtəlif variantlar olar ki, araşdırmadır deyirsən də. Deməli, X üstə gəl Y, X üstə gəl Y, üstə gəl Z. Bunu istəyir bizdən. Bu cəmin ən kiçik qiymətini istəyir özdə. Deməli, bunların ən kiçik qiymətini istəyir bizdən. Şimdi baxaq görə ən kiçik qiyməti nə verəcək bizə? Baxaq burada. Bax, burada ortaq vuruq Y-dir. Düzdürmü uşaqlar? Ortaq vuruq Y-dir. Gəl belə yazaq. Mən Y, bu da X, bu da Z. Belə yazaq. Bax, Y-in yerinə 1 yaza bilərəm. Düzdürmü? 1 yaza bilərəm Y yerinə. Burada X nəyə bərabər olur? 6'ya. Z nəyə bərabər olur? 1 yerinə yazsam Y-in 18'ə. Düzdürmü? Bu belə. Bunların cəmini istəyir ən kiçik qiymətini. Aydın oldu. Bizə görüm nə verəcək. Yaxşı. Burada Y-ə 2 də yaza bilərəm. Bax, 2 də yaza bilərəm. 2 olanda Y, X olur 3. 2 olanda Y, Z olur neçə? 9. Aydın mı? Bax, bunların cəmi görürsünüzmü? Neçə eləyir? 5, 14. Deməli, bu deyil. Birinci yazdığım deyil orada cavab. Sonra baxaq. Deməli, Y-ə 3 də yaza bilərəm. Aydındır mı? Bax, yazıram 3. Diqqətli olaq ki, səhv eləmək. 3 yazanda X neçə olacaq? 2. X 2. Yaxşı. Z neçə olacaq? Deməli, Y 3 olanda 6. Baxaq. Bu, bundan da kiçik oldu. Sonra, baxaq, X-ə 6, 4 yaza bilmərəm, 5 yaza bilmərəm, bir də 6 qaldı da. 6'nı yazanda, deməli Y-ə 6 yazanda, X olur 1. Z neçə olacaq? Deməli, Y 6 olanda 3. Z də 3 olacaq. Bunların cəmi neçəlidir? 10. Deməli, burada ən kiçik qiymət neçə oldu? 10 oldu uşaqlar. Aydın mı? 6 bərabərdir. 6 üstə gəl 1, üstə gəl 3. O da bərabər neçə elədi? 10. Cavab oldu 10. Bu cür araşdırmaq lazım. Mənə elə gəlir, başqa formada necə yazmaq olar? Tərəf-tərəfə bölüb X ilə Z-i müəyyənləşdirmək olardı. Sonra da yazmaq olardı. O formada da yazmaq olardı uşaqlar. Aydın mı? Bunu buna bölüb
ya da bunu buna bölməklə. Y-lər gedəcək, Z bölünsün. Bəli, yazmaq olardı. O cür də yazmaq olar. Belə yazdım. Neysə, belə yazdım. 76 nömrəli çalışmaya da baxaq. 76-da nədir? Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B8-8 nöqtəsində olan kvadratın sahəsini tapın. Bunu heç şəklini qurmadan da yazmaq olar. Amma çəkim nəticəsini özünüz alın da y-dir. Bu da 0'dır. Biri təpə nöqtəsi buradadır. Kvadratdır da, elə deyilmi? B nöqtəsi 8-8'dir. 8 -8. Bir de burada. Aydınmı? Bir de böyle. Bu 8'dir, bu da -8. Bu oldu kvadrat. Tərəf nə qədərdir uzunluğu? Tərəfin uzunluğu 8 deyil. Bu 8'dir, elə değil mi? Tərəfi 8'dir kvadratın. Bizdən nəyi istəyir? Kvadratın sahəsini. Kvadratın sahəsi 8 vur 8. 64. Cavab olacaq neçə? 64. Sonra 77. İfadenin qiymətini hesablayın. 2 vurulsun. 2 vurulsun. Açıram mötərizə. Deməli 2 tam 85'in kvadratı böl 2. Üste gel 7 tam 15 %15'in kvadratı böl 2. Bir de üste gel 2 tam 85, o da vurulsun 7 tam %15 beraberdir. O da beraberdir. Düstur diye müxtəsər vurma düsturunu gördüm burada. 2'ye vurup açanda verir mənə belə 2 tam %85 üste kvadratı. Üste gel 7 tam %15'in kvadratı. Sonra üste gel 2 vurulsun. Düzdür mü? Bu 2 vurulur axı buna. 2 vurulsun bunların hasılı. 2 tam %80 bu 5'dir. Düzdür mü? 85'dir bəli. O da vurulsun. Neçə eləyir? 7 tam %15. O da beraberdir. Beraberdir. Bu müxtəsər vurma düsturudur uşaqlar. İki ifadənin cəminin kvadratı düsturudur. Üste gel 7 tam %15'in kvadratı. Bak fikir verin. Birincinin kvadratı, ikincinin kvadratı. Bir de bununla bunu vurma aslının iki misli burada var. 2 tam %85. Ha. Bunları toplayanda neçə eləyəcək? 9, 10. 10'un kvadratı beraberdir 100'e. Cevap burada neçə elədi? 100. Deməli 77 nömrəli çalışmada cevap 100 elədi. Bu kadar çalışma yazdı uşaqlar. Çok sadə çalışmalardır. İmtahanlara fikir verirsinizmi? Heç bir narahatçılığa əsas yoxdur. Biraz hərəkət elə söz oxusuz uşaqlar. Bunları yazmaq çok bir asan bir şeydir ya. Çok asan şeydir. Ben görürəm də bunu. Bir müəllim kimi bunları görürəm. İndiki çalışmalar indi oxumamışam. Yəqin ki bunlar bu 2 4 tane çalışma sonrası yoktu ki. Yok. Hele bu 4 tane çalışmanın normal çalışmaya bənzəyir. Sözçülük olduğuna göre deyirəm ha. İndi məsələ bilmirəm necə məsələdir. 78. Deməli 2 yeşikdə birlikdə 50 kilogram qənd var. Bax bu bir yeşik, bu bir yeşik olsun. Uşaqlar. Bu da bir yeşik olsun. Bu ikisində birlikdə nə qədər qənd var? 50 kilogram qənd var. Yəni mən bunu sistemlə yazım sizin üçün. Birində deməli birlikdədir. Bunda x kilogramdır, bunda da y kilogram. Bax x ilə y-in cəmi nə qədərdir? 50 kilogramdır. Bu bir. Ardına da baxaq. Hər gün birinci yeşikdən 3 kilogram, ikincidən 2 kilogram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Deməli hər gün bu birinci yeşikdir. Birinci yeşikdən götürüblər 3 kilogram hər gün. Bu da ikinci yeşikdir uşaqlar. İkincidən də götürüblər 2 kilogram hər gün. İndi baxaq, deyir ki 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. 6 gündən sonra nə qədər qənd götürüblər burada? 6 vur 3'dür də, düzdürmü? Deməli belə çıxır ki buradan götürüblər neçə kilogram? Bax bu yanımda yazıram burada.
18 kilogram qənd götürüblər. Bax, x çıxılsın 18. Aydın oldu. Burada da yaza bilərdim onu. X çıxılsın 6 vur 3. Amma 18 kilogram götürüblər. Buradan da 6 günə 6'nı 2'ye vuranda 12 kilogram götürüblər. Aydınmı? Y-dən də 6 kilogram götürüblər. Deməli deyir onda bərabər oldu bunlar. Elə deyir də. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kilogram qənd var idi? Birinci yeşikdə x-i soruşur bizdən. X bərabərdir suala. Sonra ne deyir? Məsələn, tənlik və ya tənliklər sistemi qurmaqla həll edir. Mən tənliklər sistemini qurmaqla yazdım. De belə yazdım. Tənliklə də yazmaq olardı. Birini x götürüb, obursunu 50 çıx. Y götürüb yazacaqdik. Oldu. Baxaq indi buna həll eləyik biz. Burada birincidə x üstə gəl y bərabərdir 50'yə. Bu ne verir mənə? X çıxılsın y, o da bərabərdir neçə eləyir? 18 bu tərəfə keçirdəndə müsbət olur 12. Düzdürmü? X istəyir bizdən tərəf-tərəfə toplayanda 2x nəyə bərabərdir? Deməli 62. Elədir mi? 62 elədi bizdə. 18'dən 6 çıxanda elədi 62. Burada düz yazmamışam. Y-dən 6 günə 12 kilogram çıxır. 6 günü çıxmışam. Burada 18'i çıxmışam. Burada 12'ni çıxmalıydım orada. Deməli bunlar tərəf-tərəfə baxaq. 6 neçə eləcək? Bu 12'dir. 18'i keçirdəndə bu tərəfə çıxılacaq. 6 eləcək bu. Toplayanda elə də 56. Buradan da x bərabər neçəyə? 28'dir. Bizdə ancaq x istəyir. Bax bunu istəyirdi. Cavab budur x-dir. Əgər y istəsəydi yerinə yazıb hesab olacaqdı. Y istəsəydi deməli 50'dən 28'i çıxacaqdı. 22 kilogramda. Aydındır. Burada oldu 28 kilogram. Burada oldu 22 kilogram. İndi hansını istəyir? Bunu istəyir. Cavab budur. Onu istəsəydi bunu da belə yaza bilərdik. Keçirəm 79 nömrəli çalışmaya. Satıcı şarın birini 12 qəpiyə alıb, deməli 12'yə alıb 15 qəpiyə satır. 15'ə satır. Satış zamanı 5 şar partlayıb. Alıb 5'i partlayıb. O bütün şarların algı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmalıdır? Deməli 6 manatdan çox, yəni 600 qəpik götürək də. Burada qəpikdən gedir söhbət. Bunlar qəpikdir, aydınmı? Qəpikdir bunlar, qəpik. Yaxşı, deməli bunlarda tutaq ki x qəpik alıb, x qəpik alıb. Bu x qəpik x-dən alıb. Düzdür? Bu x-dən alıbsa, uşaqlar, burada neçədən satıb? 15 qəpikdən. Deməli 15 çıxılsın 12'ni vuracağım x-ə. X-dən alıbsa görək nə qədər pul qalır buna. Aydındır, 3 qəpikdən qalır da pul buna. Və bir də uşaqlar, burada və bir də x-dən alıbsa bu 5 dənəsi partlayıb baxı. Aydınmı? O 5 dənəsi partlayıbsa, onda mən deməli elə bil ki 5 dənəsinin birini 12 qəpiyə alıb baxı. Onda bu 60 qəpiyə çıxındı bu gəlirdən də. Aydındır? Bu olmalıdır 6 manatdan çoxdur. 6 manatdan çox gəlir əldə edər. 600 yazaq bunu da qəpiklərlə yazırım. Bu elədir 3x. O da böyükdür 660'dan. 660'dan. Elədir mi? Buradan da x nədən böyük olmalıdır? Deməli 220'dən. 220'dən böyük olmalıdır. Yəni böyük olmalıdırsa, deməli belə çıxır ki, bu neçədən almalıdır? Onda belə çıxır ki, burada almalıdır 221 dənə. Aydınmı? 221 dənə almalıdır. Bir dənə çox almalıdır. Bu qayda ilə yazmaq olar. Cavabı da yoxlamaq üçün uşaqlar, bu fikir verin. Gəl yoxlayıq da 220 dənəsində 3 qəpikdən nə qədər pul alır? 660
qəpik. Elə də gör, 6 manat 60 qəpik. Aydın? Ancaq bu 60 qəpik axı 5 dənə şar partlayıb 60 qəpik onun hesabına gedir. Düz 6 manat edir. Aydınmı? 220. Sinə alanda 6 manat. Orada deyir 6 manatdan çox. Ona görə bir dənə artıq almaq lazım. Hə, cavab oldu bu. İndi 80 nömrəli çalışmaya bax. 80 nömrəli çalışmada. Burada nə deyir? Deməli, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük. Çəkək düzbucaqlı üçbucağı. Sonra baxaq. Bu düzbucaqlı üçbucaqdır. Deyir, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyükdür. Deməli, bu x çıxılsın 2 olacaq da. Hipotenuzdan isə 2 sm kiçikdir. Deməli, bu da x üstə gəl 2 olacaq. Sonra nə deyir? Bu üçbucağın hipotenuzunu tapın. Yəni, x üstə gəl 2-ni tapaq. İndi baxaq. Deməli, bu nə deməkdir? Pifaqor teoreminə görə yazıram. X çıxılsın 2-nin kvadratı. Üstə gəl x-in kvadratı. Yəni, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Bu Pifaqor teoremidir. İndi açaq bu düsturu. Müxtəsər vurma düsturudur. X-in kvadratı çıxılsın. Birinci ilə ikincinin vurmasını kimisidir? 4x. Üstə gəl 4. Üstə gəl x-in kvadratı bərabərdir. Bunu açıram. X-in kvadratı üstə gəl 4x üstə gəl 4. Burada 4'lər gedir. X-in kvadratından bu da gedir. Bir dənə x kvadrat qalır. X-in kvadratı çıxılsın. 4x'i bu tərəfə keçirdəndə toplanır olur 8x. Bərabərdir 0'a. Buradan da x'i mötərizə xaricinə çıxardıram. Bərabərdir nəyə? 0'a. X bərabərdir 0. X də bərabərdir 8'ə. Aydınmı? Deməli, ilk katet 8'dir. Amma bu üçbucağın hipotenuzunu tapın. Bax, belə məsələlərdə yenə təkrar edirəm, diqqətli olun. Hipotenuz x üstə gəl 2'dir. O da bərabərdir 8 üstə gəl 2'yə. 10. Deməli, bu 10 oldu. Bu 8 oldu. Bu da 6 oldu. Katetlər biri 6, biri 8'dir. Hipotenuz da 10'dur. Cavab ancaq bizdən 10 istəyir. Baxıram sonra, deməli, 81 nömrəli çalışmaya. 81 nömrəli çalışmaya. Şəkildə verilən figurda BS parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. Şəkili çəkməliyik. Çəkək şəkili. Şəkili çəkək. Sonra bu da O nöqtəsidir. Toxunma nöqtəsidir. Və bir də bu da A'dır, B'dir, O'dur, bu da C'dir. Aha. İndi baxaq. Burada nə verir bizə? Deməli, BS parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. Bax, bu diametrdir uşaqlar. BS diametrdir. O şərtdir, mühüm şərtdir. BS diametr. Diametr. Aydınmı? Sonra nə verir bizə? Qövsün uzunluğu 4 pi'dir. Bax, bu qövs yoxdur, BS qövsü. Qövs BS bərabər neçədir? 4 pi. 4 pi'dir. Elədirmi? Deməli, bütöv çevrə 8 pi'dir, belə çıxır. Sonra AO'da AO bərabərdir 6'ya. AO. Bax, bu yoxdur, bir də bu 6'dır. Bu 6'dır. Tələb nədir bizdən? AB də AC-yə bərabərdir. Aydın məsələdə bir nöqtədən çəkilən toxunanlardır da. Bunu verməsəydə biz özümüz bilməliydik də bunu. AB nə AC bərabər. Olarsa verilən fiqurun sahəsini tapın. Ancaq orada ona görə verir ki, onu toxunanlığını verməyib. Ona görə sözlə işlətmir toxunan. Bunu deməli verilən fiqurun sahəsini tapacaq. Tapaq fiqurun sahəsini görək. Bax, uşaqlar, bu çevrənin uzunluğu nəyə bərabərdir? L bərabərdir 2 pi r. Düzdürmü? 2 pi r. BS qövsünün uzunluğu, BS'nin uzunluğu, yarım qövsün uzunluğu 4 pi'dir. Deməli, bu neçəyə bərabərdir? 8 pi'yə bərabərdir tam çevrənin uzunluğu. Elə deyilmi? R nəyə bərabərdir burada? 4'ə. R 4'dür burada. Radius 4'ə bərabər. İndi radius 4'ə bərabərdirsə, bu deməli sahəni tapmaq üçün
Bu yarım dairənin sahəsini S-nə S Y yazıram, D yazıram. Yarım dairənin sahəsi. Dairənin sahəsi pi r kvadratdır da, düzdür? 2-yə böləcəyim onu. O da bərabərdir. R yerinə böyük R yazmışam. Böyük yerinə yazım. R'in yerinə bunu 4'ü yazanda 16 pi böl 2. O da eləyir 8 pi. Deməli bu yarım dairənin sahəsi 8 pi'dir. Yarım dairənin sahəsi. Bax bunun sahəsi. Bax xətt deyirəm də. Bax bunun sahəsi budur. İndi bizdə deməli üçbucağın sahəsini tapırıq. Hündürlük verilib. Bu BC nəyə bərabərdir? BC. Radius 4'dür də, R 4'dür də, BC olacaq neçə? 8. Elədirmi? Onda S üçbucaq ABC nəyə bərabərdir? 2'də 1 BC. O da vurulsun nəyə? AO'ya. O da bərabərdir. Deməli bərabərdir. 2'də 1 BC'nin əvəzinə yazıram 8. Vurulsun 8. O da vurulsun AO'nun da əvəzinə yazıram 6. Bunlar da ixtisar gedir 1. Bu da 4. Qalır 24. Deməli 24. Üçbucağın sahəsi nə qədər oldu? 24. Bunun da sahəsi bir də yaşılla çəkdim. 24. Bəs ümumi cəm nəyə bərabərdir? Bizdən o figurun cəmini istəyirək. Elədirmi? Olacaq neçə? Üçbucağın sahəsi 24'dür. Sonra bir de ki bu sahə. Yarım dairənin də sahəsi 8 pi'dir. Deməli oldu cavab burada 24 üstə gəl 8 pi. Bu da axırıncı çalışmasıydı uşaqlar. Diqqətinizə görə sağ olun.